Azərbaycan manatının əsas ticarət tərəfdaşı ölkələrin valyutalarına qarşı real məzənnəsi açıqlanıb. Yanavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar ayında manatın ABŞ dolları qarşısındakı real məzənnəsi 135 olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bu göstərici 130,7 olub. Manatın Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı real məzənnəsi 2025-ci ilin yanvarından 2026-cı ilin yanvar ayınadək bu şəkildə dəyişib. Qeyd edək ki, real məzənnə indeksi manatın yalnız nominal kursunu deyil, həm də ölkələr arasındakı inflyasiya fərqlərini nəzərə alaraq real alıcılıq qabiliyyətini göstərir. ABŞ dolları, Çin yuanı və Ukrayna qrivnasına qarşı artım manatın real olaraq möhkəmləndiyini göstərir. Bu isə idxalı nisbətən ucuzlaşdırsa da ixracın rəqabət qabiliyyətini zəiflədə bilər. Rusiya rublu, avro və digər valyutalara qarşı azalma manatın həmin ölkələrə nisbətən zəiflədiyini göstərir. Bu isə idxal mallarının bahalaşmasına, eyni zamanda ixrac üçün müəyyən üstünlüklərin yaranmasına səbəb olur. Real məzənnə birbaşa olaraq ölkənin xarici ticarət balansına təsir edir. Manat bahalaşdıqca Azərbaycan məhsulları xarici bazarda daha bahalı görünür. İxrac çətinləşir. Manat ucuzlaşdıqda isə ixrac stimullaşır, lakin idxal malları bahalaşır və daxili inflyasiya təzyiqi arta bilər. Məsələn, manatın Rusiya rubluna qarşı real məzənnəsinin 105,4-dən 80,3-ə düşməsi o deməkdir ki, Rusiyadan idxal olunan məhsullar bahalaşıb. Əgər əvvəl 100 manatlıq vəsaitlə müəyyən həcmdə məhsul almaq mümkün idisə, indi eyni həcm üçün təxminən 31% daha çox xərc tələb olunur.